Sovetlər Birliyinin 1991-ci ildə dağılması zahirən bir imperiyanın süqutu kimi görünsə də, əslində Moskva mərkəzli gücün tamamilə aradan qalxması anlamına gəlmirdi. SSÇB-nin dağılma prosesi plansız və ani bir qopma deyil, uzun illər ərzində formalaşdırılmış və gələcək təsir dairələrini qorumağa hədəfləyən nəzarətli bir çözülmə idi. Sovet rəhbərliyi, xüsusilə 1920-ci illərdən etibarən İttifaq respublikalarının sərhədlərini etnik, tarixi və coğrafi reallıqlara görə deyil, mərkəzi hakimiyyətə asılılığı artıracaq və gələcəkdə böhran yaratmağa əlverişli olacaq şəkildə müəyyən etmişdi. Bu sərhədlər Sovet sistemi mövcud olduğu müddətdə bastırılmış problemlər doğurmuş, sistem çökdükdən sonra isə həmin problemlər silahlı münaqişə ocaqlarına çevrilmişdi. Müstəqilliklərini əldə edən yeni dövlətlər hüquqi baxımdan suveren olsalar da, hərbi, iqtisadi və təhlükəsizlik baxımından son dərəcə kövrək vəziyyətdə idilər. Vahid ordu dağılmış, silah anbarları nəzarətsiz qalmış, təhlükəsizlik bürokratiyası isə böyük ölçüdə keçmiş Sovet kadrlarının əlində saxlanılmışdı. Bu vəziyyət Rusiya Federasiyasına özünü Sovetlər Birliyinin hüquqi və strateji varisi kimi təqdim etmə imkanı yaratdı. Moskvanın əsas yanaşması keçmiş İttifaq respublikalarını birbaşa işğal etməkdən daha çox, onları daimi böhranlar istehsal edən, öz-özünə sabitlik qura bilməyən və bu səbəbdən Rusiyaya ehtiyac duyan dövlətlər kimi saxlamaqdan ibarət idi. Bu strategiya beynəlxalq ədəbiyyatda dondurulmuş münaqişələr kimi tanınan mexanizmlər üzərindən həyata keçirilirdi. Dağlıq Qarabağ problemi bu modelin ən erkən və ən aydın nümunələrindən biridir. Sovet dövründə Azərbaycan, Sovet Sosialist Respublikasının tərkibində saxlanılan Dağlıq Qarabağ Muxtar Vilayəti qəsdən etnik gərginliyə açıq olan inzibati strukturla idarə edilirdi. Bölgədəki əsas bürokratik və təhlükəsizlik vəzifələri birbaşa Moskvaya bağlı kadrlarla doldurulmuşdu. SSÇB dağıldıqda mərkəzi nəzarət aradan qalxdı, lakin silahlar, hərbi infrastruktur və təlim keçmiş kadrlar bölgədə qaldı. 1991-1994-cü illər müharibəsində keçmiş Sovet zabitlərinin, logistika şəbəkələrinin və silah ehtiyatlarının Ermənistanın xeyrinə istifadə edildiyi artıq tarixi mənbələrdə sənədləşdirilmiş faktdır. Bu prosesin nəticəsində Azərbaycan ərazilərinin mühüm hissəsi işğal edilmiş, Rusiya isə münaqişənin həll olunmaması üzərindən vazkeçilməz vasitəçi rolunu möhkəmləndirmişdi. Oxşar model Gürcüstanda Abxaziya və Cənubi Osetiyada, Moldovada Dnestriyanı bölgədə, Ukraynada isə əvvəl Krımda, daha sonra Donbasda tətbiq olunmuşdu. Bu bölgələrin ortaq xüsusiyyəti Sovet dövründə xüsusi statuslarla təmin edilmələri, Rus əhalisinin və ya rus dilli qrupların məqsədli şəkildə yerləşdirilməsi və mərkəzlə birbaşa əlaqələrin qorunması idi. Müstəqillikdən sonra bu ərazilərdə separatçı hərəkatlar dəstəklənmiş, yerli silahlı dəstələr formalaşdırılmış və Rusiya hərbi mövcudluğu sülhməramlı qüvvələr adı altında qalıcı hala gətirilmişdi. Bunun nəticəsində həmin dövlətlərin NATO və Avropa İttifaqı kimi strukturlara inteqrasiyası faktiki olaraq mümkünsüzləşdirilmişdi. Çünki həll olunmamış ərazi problemləri bu cür üzvlüklərin qarşısındakı ən ciddi maneədir. Bu strategiyanın hərbi ölçüsü qədər mühüm olan digər bir istiqaməti isə agentura şəbəkələri və ictimai diskursda 5-ci kolon adlandırılan strukturlar olmuşdu. Burada söhbət klassik mənada gizli casuslardan deyil, Sovet dövründən qalmış bürokratik elitalardan, təhlükəsizlik qurumlarındakı köhnə kadr korpusundan, Rusiya ilə iqtisadi maraq əlaqələri olan biznes çevrələrindən və Moskva mərkəzli media narrativlərini təkrarlayan intellektual qruplardan gedir. Bu aktorlar yeni yaranmış dövlətlərdə islahat proseslərini ləngitmiş, Qərblə inteqrasiya təşəbbüslərini sabitliyin pozulması və parçalanma təhlükəsi arqumentləri ilə sabotaj etmiş, etnik və kimlik əsaslı çat xətlərini daim aktiv saxlamışlar. Xüsusilə rus dilli media kanalları və siyasi ritorika bu ölkələrdə ictimai rəyin formalaşdırılmasında təsirli alətə çevrilmişdi. Ukrayna nümunəsi bu strategiyanın zamanla necə sərtləşdiyini göstərməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2014-cü ildə Krımın ilhaqı və Donbasdakı münaqişələr Sovet sonrası dövrdə dolayı nəzarət üsullarının yerini açıq hərbi müdaxilənin ala bildiyini ortaya qoymuşdu. 2022-ci ildə başlayan geniş miqyaslı müharibə isə SSÇB sonrası təhlükəsizlik düzəninin ən böyük qırılma nöqtəsini təmsil edir. Bu mərhələdə Rusiya artıq yalnız keçmiş təsir zonasını qorumağa deyil, həmin məkanı zor gücü ilə yenidən formalaşdırmağa yönəlmişdi. Nəticə etibarilə Sovetlər Birliyi 1991-ci ildə hüquqi baxımdan mövcudluğunu itirsə də, onun sərhəd mühəndisliyi,
təhlükəsizlik yanaşması və mərkəzçi nəzarət refleksi müxtəlif formalarda yaşamağa davam etmişdi. Dağlıq Qarabağdan Dnestriyanı bölgəyə, Abxaziyadan Donbasa qədər uzanan böhran xətti bu strategiyanın məhsuludur. Azərbaycanın 2020 və 2023-cü illərdə sahədə yaratdığı yeni reallıq bu uzun müddətli strategiyanın ilk ciddi uğursuzluqlarından biri kimi tarixə düşmüşdü. Lakin postsovet məkanda baş verən proseslər göstərir ki, bir imperiya təkcə dağılmamış, eyni zamanda təsirini davam etdirməyin yeni yollarını axtarmışdı.